Bəli, Alman avtomobil istehsalçısı BMW mühərrikin işə salınması sistemində baş verə biləcək və yanğına səbəb ola biləcək texniki nasazlıq səbəbindən dünya üzrə 100 minlərlə avtomobili geri çağırdığını elan edib. Şirkətin məlumatına görə geri çağırma 2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal olunmuş avtomobilləri əhatə eləyəcək. Səbəb isə yanğına səbəb ola biləcək işə salma sistemində mümkün nasazlıqdır. Almaniyada təxminən 28.582 avtomobil geri çağırılacaq. BMW dünya üzrə geri çağırılacaq avtomobillərin ümumi sayının və kompaniyanın ehtimal olunan xərclərini açıqlamır. Alman kütləvi informasiya vasitələrinin məlumatına görə ümumilikdə təxminən 575 min avtomobil geri çağırıla bilər. Şirkətin bəyanatında bildirilir ki, starterin deməli avtomatik qovşağında uzun müddətli istismar nəticəsində həddindən artıq aşınma yarana bilər. Qeyd olunur ki, bu qüsur mühərrikin işə salınmasını çətinləşdirə və ya onu ümumiyyətlə mümkünsüz eləyə bilər. Bundan əlavə lokal qızdırmaya səbəb ola biləcək qısa qapanma riski mövcuddur. Ən pis halda bu avtomobil hərəkətdə olarkən yanğına səbəb ola bilər. Hərəkət zamanı və ya avtomobildən düşərkən tüstü müşahidə oluna bilər və ya yanıq qoxusu hiss edilə bilər deyə məlumatda qeyd olunur. Geri çağırma kampaniyası 2 Series Coupe 3, 4, 5 və 7 Series sedan modellərinin müxtəlif modifikasiyalarını, həmçinin 6 Series Gran Turismo X4, X5, X6 və Z4 modellərini əhatə edir. Xüsusi risk 2020-ci ilin iyulundan 2022-ci ilin iyuluna qədər istehsal olunmuş işə salma relisi olan avtomobillərə, eləcə də təmir zamanı nasaz starter quraşdırılmış nəqliyyat vasitələrinə aiddir. Bundan əlavə 2025-ci ilin sentyabrında Alman istehsalçı mühərrikin işə salınması sistemi ilə bağlı yanğın riski səbəbindən 2015-ci ilin sentyabrından 2021-ci ilin sentyabrına qədər istehsal olunmuş avtomobillərin geniş miqyaslı geri çağırılması elan olunmuşdu. Əgər əvvəlki kampaniya nəmliyin daxil olması və sonradan korroziya ilə əlaqədar idisə, hazırki halda səbəb detalın fiziki aşınmasıdır. Bundan əlavə əvvəllər yanğın riski mühərrik söndürülmüş vəziyyətdə mövcud idisə, indi nasazlıq zamanı təhlükə əsasən mühərrik işlək vəziyyətdə yaranır.